Uşaqlar, təkrarlayaq Azərbaycan ladlarını. Azərbaycan musiqisində neçə əsas lad var? Kim deyər? Ayşən, buyur. 7 əsas ladımız var. Hansılardır Hüseyin? Buyur. Çox sağ ol, təşəkkür edirəm. Ardını Rəvan saysın. Bir də sayaq Ramiz. Ramiz saysın. Rast, şur, segah, çahargah, şüşlər, Şüşlər, çahargah, Bayatı, Şiraz, Hümayun. Əla, əyləşin, təşəkkür. İndi rast ladı haqqında kim danışar? Ayşən, buyur. Bir ton yarımdan quruluşu 3 əsas tətrahordun birləşməsindən. Necə birləşməsindən? Qovuşuq birləşməsindən. Qovuşuq üsulla. Qovuşuq üsulla birləşməsindən əmələ gələn rast ladı deyilir. Qovuşuq üsulla birləşməsindən hansı lad əmələ gəlir? Rast ladı əmələ gəlir. Maye isə 4-cü pillə. Ladın 4-cü pilləsidir və bu neçə pilləli laddır? Rast ladı neçə pilləli laddır uşaqlar? 10 pilləli laddır. Yaxşı. Əyləş, Ramiz. Şurladı. Şurladı haqqında danış. şurladı yarım ton. Yox. Ton yarım tonda, yarım ton axırdaydı, indi ortaya keçəcək. Demək olur Yarım ton quruluşlu 3 əsas tetrahordun 3 bərabər 3 bərabər tetrahordun. tetrahordun qovuşuq üsulla birləşməsindən əmələ gəlir. Nə əmələ gəlir? Birləşməsindən şurladı əmələ gəlir. Maye ladın 4-cü pilləsi. Ay sağ ol. Maye ladın 4-cü pilləsidir. Və bu neçə pilləli laddır? 10 pilləli laddır. Yaxşı. Əyləş, Hüseyin. Segah ladı haqqında danış. Yarım ton quruluşlu. Bir də deyək. Yarım ton. Yox. Yarım ton. 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 Ay sağ ol. Quruluşu 3 əsas tetrahordun. 3 əsas deyil uşaqlar. Bu əsas deyil. Bərabər deyək. 3 bərabər tetrahordun qovuşuq üsulla birləşməsində segah ladı deyilir. Segah ladı əmələ gəlir. Aha. Maye. 10 pilləli laddır. Təşəkkür. Əyləş. Şüşlər ladı haqqında Gülsüm danışsın. Yarım ton quruluşu 2 bərabər tetrahordun ayrı üsulla birləşməsindən şüşlər ladı əmələ gəlir. Aha. Maye ladının 6-cı pilləsidir. Bəli. Tamamlayıcı ton isə 3-cü. 3-cü pillədir. Yaxşı, təşəkkür. Əyləş. Çahargah ladı. Kim qaldı? Rəvan. Çahargah ladı haqqında. 1 ton yarım ton quruluşlu 3 bərabər tetrahordun qovuşuq Birləşməsindən əmələ gəlir. İndi ikinci cümlədə deyək, necə birləşir onlar? Birinci tetrahordla ikinci tetrahord bir-biri ilə qovuşuq üsulla birləşir. İkinci ilə üçüncü ayrı üsulla birləşir. Yaxşı. Əyləş. Kim qaldı? Rast şür segahı dedik, şüşlər çahargahı dedik. Düzdür? Bayatı Şiraz ladı. Kim danışar? Buyur Gülsüm. Ton yarım ton quruluşu 2 tetrahordun orta yarım ton vasitəsilə birləşməsindən Şiraz ladı əmələ gəlir. Əhsən, Maye Maye ladı. ladının 4-cü pilləsidir. Və şüşlərdə Maye neçənci pillədir? 4-cü pillə. Şüşlərdə 6-cı. Ay sağ ol. Bayatı Şirazda Maye ladın 4-cü pilləsidir. Yaxşı, təşəkkür. Bəs Hümayun ladı Ayşən bilsin. Hümayun ladı necə əmələ gəlir? Yarım ton, 1 ton, yarım ton quruluşlu. Diqqətlə deyil, tələsin. Yarım ton, 1 ton yarım. ton yarım və yarım ton quruluşlu. 2 bərabər tetrahordun 1 ton Orta ton. 1 ton vasitəsilə Orta ton vasitəsilə. əmələ gələn ladı Hümayun ladı deyilir. Ay sağ ol. Maye? 4 və 9. Əhsən. Hər tetrahordun sonuncu səsi. Təşəkkür edirəm. Çox sağ olun uşaqlar. Bir də konsekvent qayda var idi ki, konsekvent qayda rast şur segahda ladın hər pilləsindən ardıcıl olaraq hansı intervallar əmələ gəlir? Xalis kvartalar. Bəs şüşlərdə nə əmələ gəlir? Xalis kvinta. Çahargahda mayəyə qədər xalis kvartalar əmələ gəlir. Mayədən sonra xalis kvintalar əmələ gəlir. Amma ümumilikdə isə ladın hər pilləsindən bəli, xalis oktavalar əmələ gəlir. Bayatı Şiraz ladında, Bayatı Şiraz özü 6-cıdır, düzdür, seksta da 6 pilləli laddır. 6 pillə, 6-cıdır Bayatı Şiraz. Demək, ladın hər pilləsindən ardıcıl olaraq kiçik
əmələ gəlir. Hümayunda isə ladın hər pilləsinə ardıcıl olaraq böyük sekstalar əmələ gəlir. Və buna da nə deyilir uşaqlar? Konsekvent qayda deyilir. Düzdür? Nə deyilir? Konsekvent qayda. Yəni sekvent sözü sekvensiya kimi ardıcıl olaraq təkrarlanır hər pillədən, ladın hər pilləsindən. Nə təkrarlanır? Rast segahda xalis kvartalar, şüşlərdə xalis kvintalar, çahargahda da kvarta, kvinta, oktava, kvarta, kvintadan sonra nə gəlir? Bayatı Şirazda kiçik sekstalar, Hümayunda da nə? Böyük sekstalar. Əla. İndi çalaq. İndi lövhəyə yazdıq bunları. Baxın, eyni bax buradakı kimi nə edirik uşaqlar? Bircə dənə cümlədir. Bizə nə lazımdır? Bircə dənə cümləni yadda saxlamaq lazımdır. Məsələn, ton, ton, bir yerdə deyək. Ton, yarım ton quruluşu 3 bərabər tetraxordun qovuşuqsuzla birləşməsindən İçinə qoymuşam. Hansılar? Əgər ton, ton, yarım ton dediksə, burada deyəcəyik rastla da əmələ gəlir. Əgər bu yarım ton ortaya keçdisə, burada deyirik şurla da əmələ gəlir. Əgər yarım ton əvvələ keçdisə, deyirik burada segahla da əmələ gəlir. Hər birində də maye ladın 4-cü pilləsidir. Hər biri 10 pilləli laddır. Konsekvent qaydası da ladın hər pilləsindən bəli ardıcıl olaraq nə əmələ gəlir uşaqlar? Xalis kvartalar əmələ gəlir. Əslində şüşlər Üzeyir bəyin nəzəriyyəsində 4-cü sırada gedir. Çahargah isə 5-cidir. Bəzən xalq çalğı alətlərində ifa edən müəllimlər deyirlər ki, nəyə görə çahargahı 5-ci orada verib, 4-cü yox. Axı çahar sözü 4 deməkdir, gah yer mövqeyi deməkdir. Yəni 4-cü deməkdir əslində. Və eyni məntiqlə baxanda şüşlər də çahargahda da belə ümumilikdə götürəndə xalis kvintə ardıcıllıqdır. Amma çahargah ümumilikdə baxın götürəndə baxın 3 tetraxordun birləşməsi. Bu da 3'dür, bu 2'dir, bu 2'dir, bu da 2'dir. Düzdür uşaqlar? İndi 5 tetraxord Azərbaycan musiqisində 5 əsas tetraxord hansıdır? Ayşən fikrin burada olsun qızım. 5 əsas tetraxordumuz Azərbaycan ladlarını əmələ gətirən 5 əsas tetraxordumuz hansılardır? Rast. Ton, ton, yarım ton. Bu əsas tetraxord adlanır. Ton, yarım ton, ton. Bu birinci əlavə. Birinci başqa adı köməkçi tetraxord adlanır. Yarım ton, ton, ton. Bu ikinci əlavə, ikinci köməkçi tetraxord adlanır. Düzdür? Sonra yarım ton, ton, yarım ton. bəli, bu 4-cü tetraxordumuz, yarım ton, ton. Yarım ton da 5-ci tetraxordumuz. Əslində Üzeyir bəy nəzəriyyəsində əvvəl yarım ton, baxın bu yarım ton, ton, axırını yarım ton edirik. Bu 4-cü tetraxordumuz, bu isə eyni şeydir. Baxın bununla eynidir. Bircə bir ton əvəzinə ortası ton yarım olur. Düzdür? Yarım ton, ton yarım, yarım ton da bu da olur nə? Artırılmış sekundalı interval. Bu əskildilmiş intervaldır. Çünki tetraxordun kənar səsləri məsələn si, do, re, mi bemol. Yarım ton, ton, yarım ton. Olur si'dən mi bemolə əskildilmiş kvarta. Ona görə bu tetraxord adlanır əskildilmiş tetraxord. Amma buna biz yarım ton, ton, yarım, yarım tonu artırılmış tetraxord deyə bilmərik. Niyə? Çünki si, do, re, diyez, mi desək buna olacaq si'dən mi'yə yenə kənar səslər xalis kvarta. Amma do'dan ki re diyezə artırılmış sekunda əmələ gəlib. Ona görə artırılmış sekundalı lad adlanır. Aydındır. Artırılmış, o lad yox, üzürlü bilin, tetraxord adlanır. Artırılmış sekundalı tetraxord adlanır. Artırılmış tetraxord deyə bilmərik. Niyə? Çünki kənar səsləri nə əmələ gətirir? Xalis kvart əmələ gətirir. Tetraxordun artırılmış adlanması üçün kənar səsləri mütləq artırılmış kvart əmələ gətirməlidir. Tetraxordun əskildilmiş adlanması üçün isə kənar səsləri gərək əskildilmiş kvarta əmələ gətirsin. Aydındır uşaqlar? Yalnız bu zaman biz həmin tetraxorda artırılmış tetraxord deyə bilərik. Və yaxud da əskildilmiş tetraxord deyə bilərik. Kənar səslər çox vacibdir. Akordlarda da, intervallarda da. Bura qədər aydındır? Yaxşı.
Və biz dedik ki, 5 dənə tetraxorddur. Düzdür, bax 5-ciyə gəldik, çatdıq, bitdi. Nə edirik? Qaydırıq başa yenə ton, yarım ton, Bayatı Şiraz rast kimi ton, yarım ton quruluşundan ibarətdir. Fərq nədir? Burada 3 bərabər tetraxorddur. Burada isə Bayatı Şirazda 2 dənə tetraxord götürürük. Aydındır. Burada qovuşuq üsulla birləşir. Burada orta yarım ton vasitəsilə birləşir. Və çahargahla da baxın uşaqlar, baxın Üzeyir bəy ona görə bunu tetraxordları, bunu 5-ci, bunu 4-cü yazıb ki, bitdi bütün 5 dənə tetraxordumuz, düzdür. Bu Bayatı Şirazda qalxdıq birincini götürdük, Hümayunda da axırıncını götürdük. Ona görə çahargahı 5-ci yerləşdirib. Axırıncı da nədir? Hümayunla çahargahın baxın tetraxordu eynidir. O da yarım ton, yarım ton quruluşlu tetraxorddur. İkisi də artırılmış sekundalı tetraxordun birləşməsindən əmələ gəlir. Aydın uşaqlar və ona görə bax, o məntiqi ardıcıllığa görə Üzeyir bəy nə edib? Çahargahı 5-ci sırada yerləşdirib, ancaq heç bir önəmi yoxdur. Hər ikisində də yəni eyni tetraxord quruluşuna malikdir. İndi çahargahla Bayatı Şiraz daha doğrusu. Və gələk konsekvent qaydaya. Araz şürsegahda dedik xalis kvart ardıcılığıdır. Düzdür uşaqlar? Ladın hər pilləsindən ardıcıl olaraq xalis kvartalar əmələ gəlir. Şüşlərdə xalis kvintalar əmələ gəlir. İndi baxın, çahargah 4-dür də, ortadadır, mərkəzdədir. Niyə çahargahı biz 4 yazdıq? Çünki adına görə də 4-cüdür, düzdür. Çahargahladır. Çahar 4, yer mövqe deməkdir. Və necə dügah, segah 3-dür də, seg 3 deməkdir. Çahargah 4 deməkdir. Dügah 2 deməkdir. Və beləcə də indi baxırıq burada. Biz dedik kvartalar, hə? Sonra xalis kvinta gəlir, sonra kiçik saksda, sonra böyük saksda gəlir. İnterval ardıcıllığımızda, düzdür. İndi baxaq görək, çahargah mərkəzdədir. Bax, bunlar kvartadır, şüşlər də kvintadır. Bundan razıyıq, düzdür. Çahargaha baxın, tam ortadadır. Çahargah əslində mahiyyət etibari ilə 2 tetraxordun birləşməsidir. Məsələn, do mayəli çahargah götürsək, sol, la bemol, si, do, re bemol, mi, fa. Bax, bundan ibarətdir. 2 dənə tetraxordun, yarım ton, yarım ton quruluşlu, 2 tetraxordun, 2 bərabər tetraxordun qovuşuq üsulla birləşməsindən əmələ gəlir, əslində çahargahladır. Sadəcə biz yenidən birinci tetraxordu axırda təkrar edirik bir oktava yuxarıda. Və bununla da nə əmələ gəlir? Yenə sol, la bemol, si, do təkrar. Baxın, sol, la bemol, si, do, ikinci tetraxord, do, re bemol, mi, fa, yenə birinci təkrarlanır. Sol, la bemol, si, do, üçüncü birincinin təkrarıdır. Ona görə biz çahargaha, baxın nə deyə bilərik? 3-dən 2-yə keçiddir arada. Deyə bilərik ki, yarım ton, yarım ton quruluşlu 2 bərabər tetraxordun qovuşuq üsulla birləşməsindən çahargahlarda əmələ gəlir. Bu zaman 3-cü tetraxord birincini təkrar edir, belə də deyə bilərik. Amma bu cür də deyə bilərik, 3 bərabər tetraxordun birləşməsindən əmələ gəlir. Birinci ilə ikinci qovuşuq üsulla birləşir. Sol, la bemol, si, do, bu do da bitdi. İkinci də do'dan başladı. Xalis prima interval əmələ gəlir aralarında. Düzdür? Sanki üst-üstə gəldi. Do, re, bemol, mi, fa, ikinci. Və ikinci tetraxordla üçüncü tetraxord ayrı üsulla birləşir. Do, re, bemol, mi, fa, bu fa'da bitdi. O birisi solda başlayır, ayrı səslə. Bir var do üst-üstə düşdü, bir də var bu fa'da bitdi, o solda başlayır. Aydındır. İndi baxın, qovuşuq üsuldan tetraxordların 5 dənə tetraxordumuz var, düzdür uşaqlar, 5 növ. Azərbaycan ladlarını əmələ gətirən 5 növ tetraxord var. Onlar 4 üsulla birləşir. Hansılardır? Qovuşuq üsul, ayrı üsul, orta yarım ton vasitəsilə və orta ton vasitəsilə. Düzdür uşaqlar. Baxın, burada 3-dən 2-yə keçid edib. Baxırıq ki, bunun tərkibində mahiyyət etibarilə əslində 2 tetraxorddur. Düzdür uşaqlar? 2 tetraxorddur, amma 3-cü birincini təkrar edir deyə 3 tetraxord əmələ gəlir. Düzdür? Şüşlərdə də 2-dir. Baxın, 3-dən 2-yə keçid edir. Çahargah sanki keçid ladıdır. Burada
burada qovuşuqdan ayrı üsula keçid edir. Baxın uşaqlar, ayrı üsula keçir burada. Hamısı qovuşuqdur, bax, rast şosegah qovuşuqdur, qovuşuq, düzdür? Çahargah artıq əvvəli qovuşuq olsa da, ikinci ilə üçüncü ayrıdır. Bax, buradan şüşlərdən nə oldu? Ayrı üsuldur. Aydındır, burada da ayrı, ikinci ilə üçüncü ayrı. Sanki keçiddir, içində həm iki tetraxord var mahiyyət etibarilə. Belə götürəndə üçüncü, birincinin təkrarı dediyi 3 tetraxord olur. 3-dən sanki 2-yə keçiddir. Qovuşuqdan, içində qovuşuq da var, ayrı da var. Qovuşuqdan ayrıya keçiddir. Sonra görürsünüz, şüşlər gəlir ayrı üsul. Və sonra axırı nə gəlir? Bayatı Şiraz orta yarım ton vasitəsilə, Hümayun da orta ton vasitəsilə birləşmə gəlir. Düzdür uşaqlar? Baxın, qovuşuq, ayrı, orta yarım ton, orta ton. Tam ortadadır. Ona görə də çahargahladığında mayəyə qədər, məsələn, sol, la bemol, si, do, re bemol, mi, fa, sol, la bemol, si, do dedik. Düzdürmü? Sol, do, xalis kvartada, la bemol, re bemol, xalis kvartada, si, mi, xalis kvartada, do, fa, xalis kvartada, mayə do'dur. Düzdür, mayəyə qədər xalis kvartalar ardıcılıdır. Mayədən sonra isə xalis kvintaların ardıcılığı gəlir. Baxın, do, fa həm xalis kvartadır, həm də do'dan sonra xalis kvinta, re bemol, la bemol, xalis kvinta, mi, si, xalis kvinta, fa'dan do'ya xalis kvinta əmələ gəldi. La bemoldan re bemola, sol, demək, fa, bir dəqiqə, sol, la bemol, si, do, re bemol, mi, fa, sol, la bemol, si, do, düzdür, la bemol, re bemol, si, mi, do, fa, bax, beləcə əvvəli xalis kvartalardır, sonrası nə gəlir? Mayədən sonra xalis kvintaların ardıcılığı gəlir. Bax, belə. Bir dəqiqə. Sol demək, re, düzdür, la bemol, mi bemol və bax belə. Əvvəli xalis kvartalardır, sonra xalis kvint ardıcılıq. Amma ümumilikdə götürəndə baxın, sol, la bemol, si, do, re bemol, mi, fa, sol, la bemol, si, do. Xalis oktavalar əmələ gəlir, düzdür? Yenə də konsekvent qaydaya görə də nə oldu bunlar? Keçid oldu. Baxın, 3 tetraxorddan 2 tetraxorda keçiddir. Niyə 2 tetraxord? Mahiyyət etibarilə dediyi 2-də axı 3-cü birincinin təkrarıdır. Burada qovuşuq üsuldan ayrıya keçiddir və burada xalis kvartalardan kvintaya keçiddir. Görürsünüz, sonra kvinta gəlir, xalis kvinta ardıcılığı. Ümumilikdə xalis oktavalar konsekvent qaydasıdır. Aydın uşaqlar, xalis kvarta, kvinta, sonra kiçik saksda, böyük saksda. Ona görə çahargahı, bəli, dördüncü, çahar 4 deməkdir deyə, dördüncü də yerləşdirə bilərik. Aydındır uşaqlar, bu da bizim 7 əsas Azərbaycan ladımız. 7 dənə cümləni eynidir. Baxın, əvvəl tetraxordun quruluşuna deyirik. Sonra deyirik quruluşlu neçə tetraxordun. Bərabər sözünü niyə deyirik? 3'ü də ton, yarım ton quruluşundadır. 3'ü də ton, yarım ton quruluşundadır. 3'ü də yarım ton quruluşundadır. Eyni deyə bilmərik. Eyni odur ki, sol, la bemol, si, do, sol, la bemol, si, do, sol, la bemol, si, do. Düzdür, çahargahdakı kimi 3-cü, birincinin təkrarıdır. Amma eyni demirik, bərabər deyirik. Aydındır? Yəni 3'ü də bundandır. Eyni cinsli növlüdür. Bərabər. Ona görə məhz burada bərabər sözündən istifadə edirik. Aydın uşaqlar, yəni birinci də ton, yarım tondur, ikinci də ton, yarım tondur, üçüncü də ton, yarımdır. Neçə dənədir? 3 dənədir. Bax, 3-dən 2-yə keçid. Qovuşuqdan ayrıya keçid, sonra orta yarım ton, sonra ton. Xalis kvartalardan kvintaya, kiçik saksda, böyük saksda keçid. Aydın uşaqlar, indi gəlin do mayəli rastladığını oxuyaq. Mayə ladın neçənci pilləsində bir məqamı da deyək, bütün bu ladların hamısında mayə ladın 4-cü pilləsidir. Düzdür uşaqlar, yalnız şüşlərdə nədir? 6-cı pillədir və 3-cü pillə tamamlayıcı tondur. Bircə Hümayun ladında nəzəri Hümayun, bu nəzəri Hümayundur uşaqlar.
Üzeyir bəyin tərtib etdiyi nəzəri Hümayundur ki, maye tetraxordların axırıncı səsidir. Məsələn, sol, la bemol, si, do, re. Baxın, do mayəli, Hümayun, nəzəri Hümayunu götürsək, sol, la bemol, si, do. Sonra orta səsi götürdü, re-ni. Orta ton vasitəsilə də, düzdür? Re-dən sonra, orta səsdən sonra bir tonu götürdü, mi-ni, yenə mi, fa, sol, ses, la. Sol, la bemol, si, do, re, mi, fa, sol, ses, la. Bu oldu nə? Nəzəri Hümayun. Düzdür uşaqlar? Nəzəri Hümayunumuzda, baxın, sol, la bemol, si, do, tetraxordun sonuncu səsidir. Digər tetraxordun da re bitişdirici səsdir. İki tetraxordu bir-birinə bitişdirən orta səsdir. Orta səsdən sonra bir ton götürürük. Mi, fa, sol, ses, la. La da ikinci tetraxordumuzun sonuncu səsidir və bu belə alınır. 1, 2, 3, 4. Dördüncü pillə mayədir. 5, 6, 7, 8, 9-cu pillə. Gördünüz uşaqlar, ladın axırın, hər tetraxordun axırıncı səsi mayə oldu. 4-cü və 9-cu pillələr mayə oldu. Aydındır, bu nəzəri Hümayundur. Amma bu Hümayun ladının ikinci növü də var, hansı ki Üzeyir bəyin davamçısı Məhəmməd Salih İsmailov tərtib edib. O isə eynən bu şüştər ladıdır uşaqlar. Burada 6-cı pillə mayədir. Amma Hümayun kimi eyni səs qatarını çalırıq, 2-ci pillə mayədir. Burada 3-cü pillə tamamlayıcı tondur. Və burada mayədə dayananda yarım kadans əmələ gəlir şüşlərdə, düzdür uşaqlar? Mütləq yarım kadansı çalandan sonra, mayəni göstərib yarım kadansı çalandan sonra biz 3-cü pillədə tam kadansı çalmalıyıq ki, tamamlansın. Aydındır? Eyni səs qatarını, bax bu cür çalsaq, yarım ton, yarım ton quruluşlu iki bərabər tetraxordu ayrı üsulla birləşdirsək, eyni səs sırasına alınacaq ikinci növlə Hümayunladır ki, burada da maye ikinci pillədir, amma xarakterik ton 4-cü pillədir. 4-cü pilləsində yarım kadans əmələ gəlir, çalırıq, səs qatarını aşağı düşürük. 4-cü pillədə yarım kadans veririk, amma ikinci pilləsində tam kadansını, mayəsində tam kadansını veririk, olur ikinci növ Hümayunladır. Aydın uşaqlar, indi gəlin bütün bunların hamısını oxuyaq, heç olmasa bir mayədə. Məsələn, bu mayəli rastlı oxuyaq uşaqlar. Başlayırıq, mayəların neçənci pilləsidir? 4, əhsəndir. Digər, yalnız hansı laddır ki? Şüşlərdə neçənci pillədir? 6, əhsən uşaqlar. İndi bu mayəli rastlı oxumaq üçün başlayırıq hansı səsdən? Son. Əhsən, xalis qardaşa düşürük. Çünki 4-cü mərtəbədir, mayə 4-cü mərtəbədir. Və biz 4 dənə aşağı düşməliyik. Do, si, la, sol. Solu tapmalıyıq ki, birinci pilləsini tapmalıyıq ki, ton, yarım ton vuraraq və sonra da zəncirli sulla birləşdirərək do'da bir do, birisi də do'dan başlayırdı. Sanki ayaq tapdama, üst-üstə gəlmək kimi. Do, re, mi, fa, o birisi də fa, sol, la, si. Düzdür, oxuyan uşaqlar do mayəli rastladım. Mən istəyərəm ki, Gülsüm gəlsin, çalsın. Mən yox, siz çalın ki, daha gözəl olsun. Aha, buyur. Do mayəli rastladı, bəli. Bircə dəqiqə mən bir dənə yaxınlaşdırım bunu. Buyur qızım. Aha, do mayəli. Aha. Tələsmə. Bir də hər üçüncü barmaqdan sonra biri qoy ki, barmaqların çatsın. Buyur. 1, aha, 1. Si bemol birazca, yox, si bemol sonuncu səsidir. Birazca dayanırıq üstündə. Aha, ki ladı tam eşidə bilək. Bir də götürək. Ağır-ağır. Oxuya-oxuya çalaq qızım. Sol, la, si, do. Qoy, mi, re, do, yenə 3 qoy, barmağın bitdi 3 qoy. Do, aha. Do'da da dayana bilərik, mayədə dayanırıq. Do. İndi tam kadansını çalaq.
re. Mayənin sağı qızım solu və Maya özü təsdiq etmək üçün sağını solunu si do do si do. Yox, re si do do do. Aha, la si do re do la. Aşağıdan çal. La si do re do. Bir də la si do re do. Mi re do si do. Sol do. Yox, bu biri sol. Sol do aşağı kvarta sıçrayış veririk və do'nu təsdiqləyirik. Aha. Bir də çalaq. Sol la si do re mi. Oxu ya. Fa sol la si bemol. Ucadan oxu. La sol fa mi re do. La si do re do. Re do mi re do. Yox. Mi uzatmayaq. Bax qızım. Mi re do si do 16'lıqla. Do. Aha, ritmik quruluşuna diqqət edək. Re si do. Do do si. Do sol do. Aha, yaxşı, təşəkkür. Əyləş. İndi şurladını, uşaqlar, şurladını kim çala bilər? Gəl Rəvan. Re mayəli şurladını çalaq. Mayəladı neçənci pilləsidir? 4. Hansı səsdən başlayırıq? Yox. Re mayəli şurladı. Aha, buyur. Hər üçüncü barmaqdan sonra biri qoyuruq. Buyur. Ox yox ya. Düz otur, düz oturaq. Aha. Buyur. Ayaqlar pedalın altına. La, si, do, re, mi, fa, sol, la, si, bemol, do, si, la, sol, fa, mi, re, la. Yaxşı qayıtdı. La, si, do, re, la, si, do, re, do, re, mi, bemol, səbirli ol. Mi, bemol, re, fa, mi, bika, re, mi, bemol, re, sol, re, do, si, do, re, re. Aha, təşəkkür. Bu re mayəli oldu şurladığımız. Təşəkkür, çox sağ ol. Ayşən gəlsin. Buyur, gəldi ol. Gəl. Buyur Ayşən, əyləş. Mi mayəli segahladını çalmaq üçün hansı səsdən başlayırıq Ayşən? Si. Ay, sağ ol, si'dən. Hər üçüncü barmaqdan sonra biri qoyuruq. Buyur, başda. Oxu yox ya. Si, do, re, mi, fa, sol, la, si. Si bemol. Si bemol, do, re, do, si. Si bemol, la, sol, fa. Mi mayədə dayanırıq. Aha. Yo. Mi, do, si, do, mi. Do, mi, si, do, mi, do, mi. Do, si, do, mi, do. Do, mi. Aha. Yaxşı, heç olmasa belə olsun. Yaxşı, kifayətdir. Bura qədər heç olmasa kadanslarını do, bura qədər heç olmasa kadanslarını qısa şəkildə də olsa öyrənin. Yaxşı uşaqlar, təşəkkürlər, əyləş. Kim gəlir? Kim çala bilər? Hansıladı? Şüştəri. Şüştəri istəyirsiniz gəlin mən göstərim, hə uşaqlar? Şüştər ladını da və ikinci növ Hümayunu da göstərək. Demək olacaq şüştər ladımız. Məsələn, la mayəli şüştəri götürmək istəsək, başlayaq do cezdən. Bəli, kiçik saksda aşağı düşürük. Do cez, re, mi, fa, sol, cez, la, si, do, si, la, sol, la. Do'ya çatdıq.
Sonra sol, fa, mi, re, do, re, mi, la, mi. Ladın üçüncü pilləsinə düşdüm, tam kadansını verdim. Bu oldu şüşdə. Eyni səs düzümünü çalıram. Baxın, yarım ton, ton, yarım ton. Sonra artırılmış sekunda əmələ gəlir. Tetraxordlar arasında ayrı üsulla birləşir. Ayrı üsulla birləşən zaman uşaqlar, tetraxordlar bir-biri ilə ayrı üsulla birləşən zaman aralarında kiçik sekunda da əmələ gələ bilər. Böyük sekunda da əmələ gələ bilər. Artırılmış sekunda da əmələ gələ bilər. Şüşlər və ikinci növ Hümayun ladında tetraxordlar arasında məhz artırılmış sekunda əmələ gəlir. Aydındır? Ona görə indi Hümayunu çalıram. Baxın, eyni səs düzümündür. Do, diez, re, mi, fa. Burada bitti. Sol, diez ayrı üsulla birləşir, amma fa'dan sol diyezə artırılmış sekundadır. Sol, diez, la, si, do, si, la, sol, fa. Bax, bu dəfə la'da dayanmadım. Si, la, sol, diez, fa. Fa'ya gəldim. Düzdür, dördüncü pillə. Sol, diez, fa, fa, mi, fa. Dördüncü pillə xarakterik tonda yarım kadans əmələ gəldi. İkinci növ Hümayun ladında. Mi, fa, sol, diez, fa, mi, re, do, diez, re, mi, re, re, do, diez, re. İkinci pillə mayədə əmələ gəldi tam kadans. Demək, eyni səs düzümünün 6-cı, 3-cü pillələrində dayananda olur şüşlər ladır. 4-cü, 2-ci pillələrində dayanırıqsa olur nə? İkinci növ Hümayun, praktiki Hümayun. Hansı ki, əsərlər, muğamlarımızın quruluşu, xalq mahnılarımızın, rəqslərimizin quruluşunda, tərkibində məhz bax bu ikinci növ, praktiki Hümayundur. Aydındır uşaqlar? Birinci növ Hümayun isə nəzəri Hümayundur və bir-iki dənə əsər bəstələnib sırf nümunə olaraq göstərilməsi üçün. Aydın oldu mu? Yalnız 6-cı pillədə dayananda, mayədə dayananda, Bayatı Şiraz, şüşlər ladında əmələ gəlir nə? Yarım kadans, mayədə yarım kadans əmələ gəlir. 3-cü pillədə tam kadansı. Amma eyni səs düzümündə 4-cü pillədə dayananda yarım kadans əmələ gəlir. Amma ikinci pillə mayəsində dayananda tam kadans əmələ gəlir. Demək, 6-3-də dayansaq olur şüşlər, 4-də 2-də dayananda olur eyni səs düzümü, ikinci növ Hümayunları. Aydın uşaqlar? Yaxşı. Çahargahda oxuyalım bir yerdə uşaqlar. Gəlin indi bir yerdə oxuyalım. Do mayəli çahargah. Mayəladın neçənci piləsidir? 4-cü pilləsi. Demək, hansı səsdən başlayırıq? Soldan. Cəldə olun. Oxuyaq. Yarım ton, ton, yarım, yarım ton. Buyurun. Sol, la, mol, si, do, re, mi, mol, mi, fa, sol, la, mol, si, do, si, la, sol, fa, mi, re, do, si, do, la, do, re, do, si, do. Dördüncü pillə mayəsini təsdiq etdik. Oldu nə? Çahargah ladında tam kadans. Nə qaldı? Bayatı Şiraz. Bayatı Şiraz da ton, ton, yarım ton quruluşlu. 2 tetraxordun, yenə ton, ton, yarım ton quruluşlu 2 tetraxordun birləşməsindən əmələ gəlir. Bu dolda bitdi, bu mi bemolda başladı. Re 2 tetraxordu bir-birinə bitişdirən, bitişdirici səsdir. Oxu sözün köküdür. Ar, ər, qeyri-diqqəti gələcək zaman şəkilçisidir. Düzdür? Oxuyar. Oxu ar demirik, oxuyar. Bax, bu y, orta səs, bu orta səsdir. Sadəcə Üzeyir bəy səs sözünü istifadə eləməyib. Orta yarım ton vasitəsilə deyib. R'dən orta tonu tapandan sonra, baxın, sol, la, si, do, bir ton götürürük, böyük sekunda götürürük. Orta tonu tapdıq, re səsini. Bu 2 tetraxordur, do-la, mi bemolu arasındakı orta səsdir. Yəni, boşluq yoxdur, do-dan mi bemolə getmir. Re də var orada, orta səs var, sonra yarım ton var. Ona görə olur bu tetraxordlar bir-biri ilə necə birləşir? Orta, yarım ton vasitəsindən birləşir. Bayatı Şirazladı. Oxuyaq. Sol, la, si, do, re, mi, bemol, fa, sol. Oxuyaq. La, bemol, sol, fa, mi, bemol, re, do, si, do. La, si, do, re, do. Tam kadansı. Mi, re, do, si, do, sol, do. Bu da Bayatı Şirazımız. Düzdür uşaqlar? İndi nə qaldı? Birinci növ Hümayunda çalaq. Sol, la, si, do.
vasitəsi, bəziləri deyir yarım ton, bir ton vasitəsilə. Xeyr, yarım ton, bir ton vasitəsilə birləşmə deyil. Orta yarım ton, orta bir ton vasitəsilə. Baxın, solə bemol, si, do, bu birinci tetrachord. Mi, fa, sol cəzmədə ikinci tetrachord. Bu do'da bitdi, bu mi'də başladı. Düzdür, bu ikisini bir-birinə bitişdirən orta səs var, re səsi. Hansı ki, böyük siqonda götürdük, re orta səsimizi götürdük, sonra bir ton oldu nə? Bayat Hümayunun adı. Aydındır uşaqlar, oxuyaq. Sol, do və la mayəli Hümayunu oxuyaq, birinci növ Hümayuna. Hansı ki, yarım ton, ton, yarım ton quruluşlu iki tetrachordun orta ton vasitəsindən birləşməsindən əmələ gəlir. Aydındır, oxuyaq. Sol, la, si, do, re orta səs, mi bir tondan birləşdi, mi, fa, sol, diez, la. Bu da oldu nə? Sol, la, si, do, re, mi, fa, sol, diez, la. Oldu nə uşaqlar? Do və la mayəli birinci növ Hümayunladır. Aydındır uşaqlar? Bu da bizim oldu 7 əsas ladımız. Azərbaycan ladları. 7 əsas Azərbaycan ladı. Hansılar oldu? Aha, bir yerdə sayaq, bir də sayaq. Təkrar biliyin. Anasıdır. Yadımızda yaxşı qalsın. Buyurun uşaqlar, bir yerdə. Rast, şur, segah, şüştər, aha, çahargah, Bayati Şiraz, Hümayun. Bəs əlavə, 3 əlavə Azərbaycan ladı hansıdır uşaqlar? İkinci növ çahargah, şahnaz, sarəncdir. İkinci növ çahargah, şahnaz və sarənc ladı. İkinci növ çahargah sanki do majordur, amma ikinci pilləsi bərləşib. Do majorda neçə işarə var uşaqlar? Heç bir işarəsi yoxdur. Oxuyaq və iki bəmləşəndə nə olacaq? İkinci pilləsi nədir? Re bemol, əhsən. Oxuyaq. Do, re bemol, mi, fa, sol, la, si, do. İndi deyin, do, re bemol neçə tondur? Yarım ton. Re bemol mi neçədir? Bir ton yarım, əhsən. Mi, fa nə qədərdir? Yarım ton. Demək, birinci tetrachordu nədir? İkinci növ çahargahın yarım ton, ton, yarım ton quruluşlu tetrachordla soylar nədir? Ton, la, si, ton, si, do, yarım ton. Ton, yarım ton quruluşlu tetrachordun birləşməsindən əmələ gəlir. Ona görə bunlar əlavə tetrachordlar adlanır. Bildiniz niyə? Çünki fərqli tetrachordlardır. Burada əgər eyni, bərabər tetrachordlar, üçü də ton, yarım idi. Üçü də bax bundan idi, üçü də bundan idi, üçü də bundan, ikisi də bundan idi. Düzdür uşaqlar? Amma burada nədir? Burada biri ton, yarım tondur. Həmin o dediyim kimi ardıcılıqda salam melek yaxşı olur. Aşənçilər bura görürlər, nələrsi gəlir. Əlavə ladlarımız uşaqlar ona görə əlavə adlanır ki, baxın, birinci tetrachord oldu yarım ton, yarım ton. İkinci oldu ton, yarım ton. Qarışdı, düzdür? İki dənə fərqli tetrachorddur. Burada deyə bilmərik, iki bərabər tetrachordun birləşməsindən əmələ gəlir, doğru? Çünki, baxın, ona görə Üzeyir bəy, bəzi müəllimlər soruşurlar, yazırlar ki, nəyə görə çahargah 4-cü yox, 5-ci verilib Üzeyir bəyin nəzəriyyəsində? Bax, məhz o səbəbdən ki, baxın, bu buradadır, yarım ton, yarım tondur, 5-cidir, sonuncudur. Rast isə birincidir, ton, yarım ton. Və bu tetrachordlar bitəndən sonra biz Bayati Şirazda da birinciyə, çahargahda, Hümayunda da 5-ciyə qaydırıq. Bu indi burada 4-cü sırada yazmışıq. Amma Üzeyir bəy də bu 5-cidir. Birinci 5-ciyə qaydırıq. Bu hələ əsas ladlarda. Yenə də baxın bu 1-ci və 5-ci tetrachordlar. Əlavə tetrachordlarda da bu ikisi qarışır. Yenə də 1-ci ilə 5-ci. Aydındır uşaqlar. O elə bir dahi şəxsiyyət idi ki Üzeyir bəy. Baxın ki, burada orta sözünün mənasına, baxın ki, yarım ton vasitəsilə birləşmə deyil. Orta yarım ton, orta ton vasitəsilə birləşmənin izahını verdimmi sizə? İzah etdimmi? Nəyə görə məhz orta səs, o bitişdirici səsdir. İki tetrachordu bir-birinə bitişdirən orta səsdir. Aydındır? Ona görə orta yarım ton. O orta səs sözünü sadəcə atıb burada. Bunun bax mahiyyəti o qədər dəqiq işləyib ki, ona görə çahargahı 5-ci verib ki, baxın 1-ci, 5-ci, görürsünüz tetrachordlar. Yenə də
ikinci növ çahargah necə əmələ gəldi? Yarım ton, ton, yarım ton quruluşlu tetraxordla ton, yarım ton quruluşlu. Yenə 5-ci ilə 1-cinin ayrı üsulla birləşməsindən və tetraxordlar arasında ayrı üsulla bilirik, kiçik sekunda da əmələ gələ bilər, böyük sekunda da, hətta şu işlərdə göstərdiyi ikinci növ mayında artırılmış sekunda əmələ gəlir. Burada hansı sekunda əmələ gəlir? Burada böyük sekunda əmələ gəlir. Do, re, bemol, mi, fa, fa'dan so'la böyük sekundadır. Sol, la, si, do. Yarım ton, yarım ton quruluşlu tetraxordla ton, yarım ton quruluşlu tetraxordun birləşməsindən əmələ gəlir nə? Ayrı üsulla birləşməsindən, hansı ki tetraxordlar arasında böyük sekunda məsafəsi əmələ gəlir, ayrı üsulla birləşməsindən əmələ gəlir ikinci növ çahargahlardır. Baxın, çahargahın da əvvəli çahargah özü də 3 dənə yarım ton, yarım tondur. İkinci növ çahargah da yenə yarım ton, yarım ton quruluşlu tetraxordla ton, yarım ton quruluşlu tetraxordla. Görürsünüz, qarışdı burada artıq. Əsaslatlar ona görə əsasdır ki, hamısı eyni, bərabər, üçü də eyni, bu ton, yarım tondur. Üçü də bundandır, burada da üçü də bundandır, ikisi də bundandır. Amma əlavə latlarda qarışdı, aydındır. Biri budur. İkinci növ çahargah. Bəs şahnaz da əksinə. Birinci ton, yarım tondur, ikinci yarım ton, yarım tondur. Yenə qarışdı mı? Bəli. İndi şahnaz ladına oxuyaq. Olacaq nə? Do, re, mi, fa, do. Oldu ton, yarım ton. Sol, la, mi, mol, si, do. Yarım ton, yarım ton. Sanki harmonik majör əmələ gəlir. Oxuyaq. Do, re, mi, fa, sol, la, mi, mol, si, do. İkinci növ çahargah ladımız ikinci pilləsi bəmləşmiş majora bərabərdirsə, do, re, mi, fa, sol, la, si, do. Biz onsuz da qədim latları, digər pentatonikanı, macarladını və s. keçəndə həmişə major minorla müqayisə edirik. Niyə? Çünki major minoru daha yaxşı bilirik, düzdür? Amma bunlar daha qədimdir. Bunlarda bekar, digər işarələr qoyulur. Bekar işarəsi qoyulmaz. Çünki yaranışı etibarı ilə belə yaranır. Müstəqil latlardır. Onların içində nə diyezi, nə bemoli, heç nə olmayıb ki, alterasiya olaraq biz ora bekar qoyaq. Zilləşmə, bəmləşmə yoxdur. Yaranışından o cür yaranır. Aydındır? Əgər ikinci növ çahargah, ikinci pilləsi bəmləşmiş majordursa, şahnaz ladı 6-cı pilləsi bəmləşmiş natural majorla eynidir. Bir sözlə harmonik majordur. Aydındır? Və o da oldu nə? Ton, yarım ton quruluşlu tetraxordla yarım ton, yarım ton quruluşlu tetraxordun yenə ayrı üsulla birləşməsindən. Bu fa'da bitdi, o soldan başladı. Yenə böyük sekunda əmələ gəldi. Və qaldı sarənc ladı. Sarənc ladı isə, məsələn, mi mayəli sarənci götürsək, yenə yarım ton, yarım ton quruluşlu tetraxordla ton, yarım ton quruluşlu tetraxordun birləşməsindən əmələ gəlir. Deyə bilərsiniz ki, müəllimə, eyni şey oldu ki, yarım ton, yarım ton və ton, yarım ton bu elə ikinci növ çahargah idi də, yarım ton, yarım ton, üstə ton, yarım ton qarışdırdı yenə. Ona görə əlavə ladlar adlanır, ona görə köməkçi ladlar adlanır. Aydındır, bərabər deyil, eyni tetraxord deyil, eyni növ, eyni quruluşlu tetraxord deyil. Fərqli quruluşlara malik, fərqli növ, fərqli cins tetraxordların birləşməsinə əmələ gəlir. Deyə bilərsiniz ki, ikinci növ çahargahla sarəncin bəs quruluşu eyni oldu axı. Bu necə ola bilər? Bu da yarım ton, yarım ton quruluşlu tetraxorddur. Bu da ton, yarım ton quruluşlu tetraxordun birləşməsindən əmələ gəldi. Düzdür? Bu da ayrı üsulla əmələ gəldi, bu da ayrı üsulla. Məsələ ondadır ki, burada incə bir fərq var. Baxmayaraq ki, yarım ton, yarım ton quruluşlu tetraxordla, 5-ci tetraxordla 1-ci tetraxord. Belə deyim də, rahat, yaxşı yadınızda qalsın. Yarım ton, yarım ton quruluşlu tetraxordla ton, yarım ton quruluşlu tetraxordun yenə ayrı üsulla birləşməsindən əmələ gəlsə də, hər ikisi, həm ikinci növ çahargah, həm də sarənc ladı. Fərq ondadır ki, tetraxordlar arasında ayrı üsulla birləşsələr də, İkinci növ çahargahda tetraxordlar arasında böyük sekunda məsafəsi əmələ gəlir. Sarəncdə tetraxordlar arasında kiçik sekunda məsafəsi əmələ gəlir. Ona görə tamamilə fərqli səs düzümü alınır. Aydındır? Məsələn, yarım ton və sonra bu meydə bitdi, ikinci fa
do, re, mi, mol, mi, fa. Düzdür? Sonra yarım ton götürürük. Çünki ayrı üsulla yarım tonla başlayır, birləşir. Düzdür? Yarım ton götürəndən sonra ton, yarım ton. Olur nə? Do, re, mi, mol, mi, fa, sol, mi, mol, re, mi, mol, si, mi, mol, do, mi, mol. Bu da oldu nə? Sarəncladırdı. Əhsəfəli, si, do, re, tez, mi, fa. Fa, sol, la, si, mi, mol. Və tetrafordların, baxın, səs düzümünün sarənci, kənar səslər, bax, si ilə başladı, si bemollə bitdi. Əskildilmiş septima oktava, əskildilmiş oktav intervalı əmələ gətirir. Do, bu si'dir, bu si bemoldur. Si nədir? Si xalis oktava. Amma si bemol əskildilmiş oktava. Burada da məsələn fa mayəli götürsək, do, re, mi, mol, mi, fa, sol, mi, mol, re, mi, mol, si, mi, mol, do, mi, mol. Do'da başladı, do, bemolda bitdi. Aydındır uşaqlar, sarənc ladında ladın kənar səsləri birinci pilləsi ilə axırıncı pilləsi hansı məsafədədir? Əskildilmiş oktava məsafəsi əmələ gətirir. Bu da bizim Azərbaycan ladlarımız, təkrarladıq. 7. Əsas hansılardır? Rast, şörsegah, şüştər, çahargah, bayatı, şira, simayun və 3 dənə də əlavə Azərbaycan ladı. İkinci növ çahargah, şahnaz, sarənc. İkinci növ çahargah, ikinci pilləsi bəmləşmiş majorla eynidir, natural majorla. İkinci növ çahargah, bax 2 sözü var orada, hə? İkinci növ çahargah, ikinci pilləsi bəmləşmiş natural major. 2-2. Yadda qalar, şahnaz eyni harmonik majordur, sarənci də ki ayrıca dedik. Aydındır, sarəncə misal üçün baxsaq, si, do, re, tez, mi, sanki mi minorun üst tetrakordu, harmonik üst tetrakordu, minorun harmonik üst tetrakordu və yarım tondan sonra fa majordu sanki, fa majorun alt tetrakordu. Minorun harmonik üst tetrakordu və yarım ton məsafədən sonra majorun üst tetrakordu, alt tetrakordu. Olur sarənçladı. Aydındır, sarənçladı bir qədər fərqlidir. Baxmayaraq ki, qaydasını deyəndə nə deyirik? Qaydasını deyəndə eyni deyirik, bəli. İkinci növ çahargah kimidir. Necədir, siz deyin? 5-ci tetrahord yarım ton, ton yarım ton quruluşlu tetrahordla ton yarım ton quruluşlu tetrahordun ayrı üsulla birləşməsindən əmələ gəlir. Eyni cümləni ikinci növ çahargaha da deyirik, sarəncə də deyirik. Fərq nədir? O ayrı üsulla birləşəndə bir var aralarında tetrahordların arasında böyük sekunda məsafəsi əmələ gəlirsə olur ikinci növ çahargahladır. Amma yarım ton məsafə əmələ gəlirsə olur sarəncladır. Aydındır uşaqlar? Belə.